Azərbaycanda etibarnamə, yəni dovernost dediyimiz dönəm başa çatır. Bundan sonra avtomobillərin alışında, satışında və digər hüquqi prosedurlarda etibarnamələrdən istifadə olunmayacaq. Üstəlik qeyd edeyim ki, əvvəllər alqı-satqıda və maşın idarə etmədə lazım olan etibarnamələr də aradan qalxacaq. Yəni bundan sonra onların heç biri lazım olmayacaq. Azərbaycan yeni qaydaya, yeni sistemə keçir ki, bu sistem artıq uzun müddətdir Rusiya Federasiyasında, Gürcüstanda və digər ölkələrdə tətbiq olunub. Bilirsiniz ki, orada kimin əgər sürücülük vəsiqəsi varsa, o rahat şəkildə öz yaxınının, dostunun, qardaşının, atasının avtomobilini idarə edə bilər. Bizdə isə mütləq və mütləq pul verib, xərc çəkib etibarnamə almaq lazım idi. Bir adam birinə etibar eləyib avtomobilinin açarını verirsə, onu sənədlə təsdiq eləmək nəyə lazımdır? Belə görünür ki, bu ancaq əlavə pul xərcidir. Bu pul xərci aradan yığışdırılacaq.